Biz bunu 10 illərdir deyirik bunun faciəsi barəsində. Sosial şəbəkələrdə paylaşım edirik bu barədə. Demək, məsələ nətərnədir? Kürü tökən zaman əsasən balıqların kütləvi qırğını kürü tökmə zamanıdır. Kürü tökən zamanı balıqlar çıxır suyun kənarına, dayaz hissələr axtarırlar. Bu məlum məsələdir. Orada başlayırlar artım verməyə. O zaman tok aparatı ilə, qüslar üstündən düzəlmiş tok aparatları var bu günləri. Əvvəllər onlar 120, 180, 220 vurursa, bu günləri 2 metr radiusunda, 2 metr dərinliyinə vurursa, bu günləri onu müasirləşdiriblər. 7-8 metr radiusunda və dərinliyi 6-7 metr dərinliyində vurub məhv edə bilirlər. O zaman kürü tökmə zamanı, misal üçün çəki balığı. Çəki balığı 1 milyona yaxın kürü verə bilir. Həmin o kürü tökmə zamanı o tok aparatı ilə vurulanda onun həm orada kürləri məhv olur, həm də həmin balığı kürü vermə qabiliyyətinin belə deyək 10%-ə yendirir. Bir balıq 1 milyon kürü tökürsə misal üçün, onun orada sualtı canlıların payı var, quşların payı var. Onlar böyüyüb 1 kiloya kimi gəlib çıxmasına hardasa bir 50 min, 100 min balıq gəlib çıxır. Düzdür? Bu əgər bu tok aparatı bunun kürümü vermə qabiliyyətini məhv edirsə, bir 10%-ə düşür kürü vermə qabiliyyəti. Bir 100 min, 50 min balıq suyun altında, onu ya canlılar yer, ya quşlar yer. Bu 10 illərdir davam edir beləsinə. 10 illərdir davam edir. Sonra deyir ki, balıq niyə yoxdur? Ekoloji fəlakət yaranıb. Biz bağırırıq, səsimizi çatdırırıq yuxarılara ki, bəs baxın. Yəni mübarizə aparmaq lazımdır. Həmin o balıqlar növbəti il kürü vermə vaxtı gələndə artıq o balıq yenə də tokla rastlaşır. Hansı ki 100 min verəcəksə, 1 milyondan düşdü 100 minə, həmin balıq yenə də tokla rastlaşır. Artıq belə deyək də qısırlaşır. O balıq yararsız olur. Yəni o artım verə bilməz. Həmin balıqlarda bu günləri çox təəssüflər olsun, 80-90% bu günləri bizim su hövzələrinin 80-90%-i eləsə balıqlar təşkil edir. Ona görə də artım yoxdur.